həmin dövrdə Füzuli rayonunda horadiz əməliyyatları yerinə yetirilirdi. Həmin Füzuli rayonunda şəhid olan şəhidləri ümumən 94-cü il yanvar ayının 1-dən 30-una kimi olan statistikaya nəzər salsaq, Qubadlıdan 25 nəfər şəhid olmuşdur, hərbiçi. O 25 nəfərin istərdim ki, hər kəs adını nəzərinizə çatdırım və biləsiniz kimlərdir. Şəhid Ələkbərov Füzuli Hidayətoğlu, Azərbaycan Bayrağı ordenli Aliyev Mübariz Əbduloğlu, Ağakiyev Ələddin Yırmaqoğlu, Bayramov Sabahattin Faziloğlu, Fərəcov Sərvər Qədiroğlu, Allahverdiyev Şəmsi Cəfərquluoğlu, Yaqubov Kəhkəşan Buludoğlu, Səmədov İslah Mahmudoğlu, Adiyev Həmzə Qardaşxanoğlu, Bədalov Bədəl Bəxtiyaroğlu, Aslanov Fazil Xanişoğlu, Abdullayev Kamal İbişoğlu, Əliyev Teyyub Kamiloğlu, Şurov Ağalar Bəyləroğlu, Şirinov Sahib Şirinoğlu, Şəfiyev Habil Bahadıroğlu, Kərimov Şahbaz Canbaxışoğlu, Məmmədov Hüsaməddin Balacaoğlu, Yusufov Qurban Cəmiloğlu, Ağayev Yaşar İsaoğlu, Aslanov Teymur Çərkəzoğlu, Zamanov Hikmət Salmanoğlu, Göyüşov Vaqif Həsanoğlu, Akverdiyev Etibar Yılmaroğlu, Hüseynov Balatçı Rəhmanoğlu. Allah hamısına rəhmət eləsin. Bilirsiniz, onlardan 21 nəfəri məhz Ağdamın Güllücə və ətraf kəndlərinə gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Onlardan 4 nəfəri məhz ayın 4-də, 8 nəfəri, hətta əslən Qubaddan olan şəhidimizdən bir yerdə 9 nəfəri elə məhz ayın 6-sı günü. Gecə səhərə yaxın, yəni hansı ki o döyüşün şahidləri komandir heyətdə buradadır. Elə onların dilindən eşitmək daha gözəl olar. Müxtəlif vaxtlarda ayın 12-si, 15-i, 24-ü, ayın 30-una qədər yanvar ayında Qubadlıdan olan şəhidlərimiz həlak olmuşlar. Yəni bu tək-tək fərdi şəkildə deyil, kütləvi şəkildə. Yəni 6 nəfər bir, 8, 9 nəfər bir, 4 nəfər bir şəhid olmağı həqiqətən Qubadlı tarixi üçün bir faciədir. Allahdan hamısına rəhmət diləyirəm, qazilərimizə can sağlığı diləyirəm. O döyüşün şahidləri buradadır. Öz qardaşını çiynində daşıyan Filman müəllim, o döyüşlərin sonradan isə şəhid olan qardaşımız, şəhid Ələkbərov Rafiq Qaçayoğlu, həyat yoldaşı buradadır. Yəni onların hamısını yaddan çıxartmaq, hamısı buradadır. Allah qən-qən rəhmət eləsin. Burada çoxlu sayda şəhid atası var. Qəhrəmanımız, Allah qən-qən rəhmət eləsin. Abuşov Sıracın atası, Abış dayı buradadır. Qarşısında baş əyri, övladının, qohumları buradadır. Elə bir Qubaddan ailə, məhəllə, bir kənd yoxdur ki, orada şəhid olmasın. O demək ki, bu şəhidlər hamımızındır. Düzdür, yerləri müxtəlif yerlərdə olsa da, məsələn, arxada 2 nəfər şəhidimiz var. İndi buradan çıxanda, bəli, Bədalov Bədəldən başlanmış, Sabahattinə kimi. Elə bence orada biraz asıl eləyim, onlar da qarşısı, qarşı yerəm. Oraya eləyək ki, onlar da